Başlayırlar. 3, 2, 1, efir. Salam, axşamınız xeyir olsun. MTV Azərbaycan efirində sənin seçimin canlı olaraq yayımdadır. Bugün qaraciyər xəstəliklərindən danışacağıq. Qaraciyər piylənməsi, qaraciyər sirrozu, ümumiyyətlə müayinəsi, diaqnostikası və müalicə üsulları. Bununla bağlı studiyamıza dəyərli mütəxəssislər dəvət etmişik. İlk olaraq onları sizə təqdim edim. Həkim terapevt, təcili tibbi yardım şöbəsinin müdürü Sübhan Hacıyev. Doktor, xoş gəldiniz. Salam, çox sağ olun dəvətiniz. Eyni zamanda bizim dəyərli həkimimiz, ultra səs müayinə həkimi doktor Pərvanə Mustafayeva. Siz də xoş gəldiniz Pərvanə xanım. Çox sağ olun Zülfiyə xanım. Dəvətiniz üçün təşəkkürümü bildirirəm. Mən əslində hər birinizə, dəvətimizi qəbul etdiyiniz üçün hər birinizə təşəkkür edirəm. Mövzumuz qaraciyər xəstəlikləridir. Ümumilikdə danışacağıq. Təbii ki, konkret olaraq qaraciyər piylənməsi üzərində ilk giriş olaraq dayanacağıq. İlk olaraq Sübhan doktor, icazənizlə başlamaq istəyirəm Pərvanə xanımla. Ultrasəs müayinəsinin ümumiyyətlə təbii ki, bütün gedişatlar məhz buradan başlayır Pərvanə xanım. Biz özümüzdə hansısa bir narahatçılıq, bir patologiyanın olmasını hiss edəndə təbii ki, doktora da getdiyimiz zaman yenə yönəli istiqamət sizə doğru istiqamətlənir. Ümumiyyətlə qaraciyər xəstəliklərində bu ultrasəs müayinənin aşkarlanma effekti nə dərəcədədir? Ümumiyyətlə patologiyalar bütövlükdə istədiyimiz tərzdə təsbitini qoya bilirikmi? Buradan başlayaq, buyurun. Çox sağ olun sualınıza görə. Yenə fürsətdən istifadə edib dəvətinizi görə təşəkkürümü bildirirəm. Doktorumuzu salamlayıram. Ekran qarşısında əyləşən izləyicilərimizi, tamaşaçılarımızı salamlayıram. Verilişimiz çox gözəl bir günə təsadüf edir. Ramazan ayı, axır çərşənbə. Bütün xalqımızın bu münasibətlə bayramını təbrik edirəm. Ultrasəs müayinəsinə gəldikdə deyərdim ki, qaraciyərdə gedən bütün dəyişikliklərin 99%-i ultrasəs müayinəsində çox açıq şəkildə, çox dəqiq şəkildə, net şəkildə izləyirik və nəticəsini əldə etmiş oluruq. Burada qaraciyərdə bir çox proseslər, yəni gedən dəyişiklikləri izləmiş oluruq. Bunlara, məsələn, biz qaraciyərdə difuz dəyişiklikləri, ocaqlı dəyişiklikləri, difuz ocaqlı daha dərinləşmiş formada, məsələn, daha dərinləşmiş mərhələlərində difuz ocaqlı dəyişiklikləri biz izləmiş oluruq. Qaraciyərin ocaqlı dəyişikliklərinə biz, daha doğrusu difuz dəyişikliklərinə biz hepatitləri misal göstərə bilərik. Burada, məsələn, toksiki hepatitlərdir, virus hepatitləridir, autoimmun hepatitlərdir. Qaraciyərdə gedən metabolik pozğunluq zamanı biz difuz dəyişiklik izləyirik. Burada qaraciyərin piylənməsi, alkoqol mənşəlli, qeyri-alkoqol mənşəlli, şəkərli diabet zamanı qaraciyərdə difuz dəyişikliklər izləyirik. Qaraciyərdə difuz dəyişikliklər biz qaraciyərdə qan axın sürətinin dəyişməsi zamanı izləyirik. Gedişatlar, yəni tam təsbitini demək olar ki, görə bilirik. Doktor, qaraciyər xəstəlikləri deyəndə təbii ki, bu adı altında bir neçə xəstəliklər formalaşır. İlk olaraq ondan başlamaq istəyirəm ki, ümumiyyətlə qaraciyərimiz niyə bu ağır xəstəliklərə düçar olur? Nə baş verir ki, artıq burada ciddi dəyişikliklər gedir? Bu bizim hansısa bir orqanımızın zədələnməsi formasında baş verir, yoxsa sağlam həyat tərzimizin olmaması, yoxsa hansısa bir genetik gedişatdır və yaxud da bilmədiyimiz məqamlar var? Əslində sadaladıqlarınızın hər biri doğrudur. Çünki qaraciyərin, belə deyəlim, qarın boşluğu orqanında qabırğaltı nahiyədə yerləşdiyi üçün, amma bu nahiyədə yerləşsə də bir sinir ucluğu olmadığı üçün ağrımır. Və bizim insanlarımız da, eyni bütün insanlar da ağrı olduğu zaman bir həkimə müraciət edirlər. Bu ağrı olmadığı sürəcə qaraciyərdə bir çox xəstəliklər gizlin gedə bilir. Erkən dövrü çox çətinliklə aşkarlanır. Müəyyən check-up müayinələrdə və yaxud da ki, insanların hər hansı bir digər patoloji halların zamanı, belə deyərdik ki, yoxlanış zamanı bunlar aşkarlanır. Çox vaxt da ultrasəs müayinəsi nəticəsində doktorumuzun qeyd elədiyi kimi bunları biz görüb aşkarlaya bilirik. Burada daha çox bizim bugünkü gündə rastladığımız qaraciyərin piylənməsidir, pi distrofiyasıdır. Bu pi distrofiyası bəzən belə doğru bilinən yanlışlıqlar var ki, alkoqol mənşəli olur, amma tək alkoqol mənşəli deyil. Burada qeyri-alkoqol mənşəli də olur ki, burada metabolik pozğunluqlar, maddələr mübadiləsinin pozğunluğu, piylənmə, hər hansı bir qida pozğunluğu, hansı ki, bugünkü gündə günümüzün bəlası olan energetik içkilərin, fast foodların, qızardılmış və mənşəyə bilinməyən bir qidaların, xüsusilə də bəzən Çin duzu dediyimiz monosodium glutamat kimi dərmanların
qidalara qatıldığı və dadlandırıcılardan istifadə edildiyi zaman bunlar qaraciyər üzərində çox mənfi toksiki təsirləri olur. Eyni zamanda bir çox dərmanlar da vardır ki, bunlar toksik hepatit verə bilirlər. Parasetamolun özü, qeyri-steroid iltihab eləyən preparatları bura aid eləmək olar ki, insanları baş ağrıyır, diş ağrıyır, əzələ ağrısında dərhal həkim nəzarəti olmadan müəyyən bir ağrı kəsicilərdən şuursuzcasına istifadə edirlər və bu nəticəsində gətirib artıq qaraciyərin zədələnməsinə gətirib çıxarır. Eyni zamanda genetik faktorlar vardır ki, bunlarda bir çox autoimmun hepatitlərin ötürülməsi, yəni hansı ki, bizim öz hüceyrələrimiz, immun hüceyrələrimiz qaraciyər hüceyrələrini tanımır. Bu müəyyən yaşlarda ola bilir və nəticə etibarilə də dərhal hücum etdiyi üçün autoimmun hepatit və bu da hətta onkoloji xəstəliklər kimi ağır xəstəliklərə gətirib çıxara bilən bir durumlardır. Demək ki, bəzən bu xəstəliklər tipik gedir və bilmirik. Təbii ki, bu əgər ultrason müayinəsində aşkarlanmayana qədər. Doktor, yəni müraciət edir, amma ağrının nə baş verdiyini bilmir. Biz qaraciyər piylənməsini əgər danışırıqsa, amma bunu qarın boşluğu nahiyəsində müayinə edən zaman bunda ciddi patoloji bir gedişatın olduğunu aşkarlayırıq. Ümumiyyətlə, qaraciyər piylənməsi özü nə dərəcədə bu ultrason müayinəsində bizim istədiyimiz effekt nəticəni ala bilirik, görə bilirikmi? Bilirsiniz, Ülviyə xanım, çox təəssüf ilə qeyd edəcəm ki, qaraciyər piylənməsi gün ərzində etdiyimiz qarın boşluğu müayinələrinin demək olar ki, yarı faizindən çoxunda biz qaraciyər piylənməsi ilə üz-üzə qalırıq. Və burada bunu pasiyentə bildirəndə ki, sizdə qaraciyər piylənməsi var, pasiyent bunu çox bəsit şəkildə qarşılayır. Yəni, doktor, indi qaraciyər piylənməsi kimdə yoxdur ki? Məsələn, çox zaman bu cavabla qarşılaşırıq biz. Buradan pasiyentlərə səslənmək istəyirəm ki, qaraciyər piylənməsi hər kəsdə, kimdə yoxdur ki, deyil. Yəni, çox adamda var, amma hər kəsdə deyil. Qaraciyər piylənməsinin deyərdim ki, yəni orqanizmdə gedən bir çox proseslər vardır ki, hansılar ki, onlar bizim özümüzdən asılıdır. Məsələn, piylənmənin yaranmasının əsas səbəbkarı oturaq həyat tərzi, qeyri-düzgün qidalanmaq. Ən birinci, yəni başlıca faktor budur. Əgər biz alkoqol mənşəli steatozları kənara qoysaq, yəni genetik faktoru bir kənara qoysaq, ən çox oturaq həyat tərzi və qidalanma pozğunluğudur. Və onu demək istəyərdim ki, buradan adı bəsit görsənə bilər qaraciyər piylənməsi. Amma bu qaraciyər piylənməsinin arxasında elə ciddi bir proseslər durur ki, hətta qaraciyər piylənməsindən başlayıb qaraciyərin fibrozu və sonucda qaraciyərin serotik transformasiyasına qədər gətirib çıxarda bilir bu qaraciyər piylənməsi. Və biz ultrasəs müayinə zamanı qaraciyər piylənməsinin 3 dərəcəsinə aid edirik. İlk başlanğıc forma 1-ci, 2-ci, 3-cü dərəcə. Artıq, yəni pasiyent deyə bilər onu ki, o zaman, yəni deyə bilər, doktor, indi qaraciyər piylənməsi kimdə yoxdur ki, başlanğıc və 1-ci dərəcədə. Çünki bu zamanında müayinəyə başlayanda, ümumiyyətcə tibdə istənilən bir xəstəliyin zamanında aşkarlıq müayinəyə başlayanda, bu xəstəliklər geri dönümü, yəni müsbət nəticə daha tez alırsan və daha yüksək faiz alırsan. Amma daha dərinləşmiş dərəcədə, məsələn, 2-ci dərəcə, 3-cü dərəcə, yəni burada artıq biz bir qaraciyərin bərkiməsindən, birləşdirici toxumanın artmağından, fibrozlaşmasından, sanki qaraciyər piyləndikcə fibroz toxumu artır və qaraciyər hüceyrələrin kütləvi şəkildə məhv, hepatositlərin sanki bir daha asan dildə desək, nəfəs ala bilmirlər, öz funksiyalarını yetərincə yerinə yetirə bilmirlər. Qaraciyərdə bilirik ki, bizim orqanizmimizdə bir çox funksiyaları yerinə yetirir. Ən əsas funksiyası da filtr funksiyasıdır. Bütün yediyimiz, içdiyimiz, ziyanlı, ziyansız hər bir şey gəlir 12 barmaq bağırsaqdan keçəndən sonra qaraciyərin bir qapı venası deyilən bir ümumiyyətcə qaraciyər özü unikal bir orqandır ki, hansı ki portakaval qapı venası, aşağı boş vena və onların şaxələri tərəfindən sanki bir şəbəkə şəklində əhatə olunmuşdu. Və qaraciyərin həmin o portal veydində gedən hər hansı bir patoloji bir dəyişiklik bizə bir çox orqanizmdə gələn xəstəliklərdən səbəb verir. Hətta sağ tərəfli ürək çatışmamazlığıdır, 3 taylı qapaq çatışmamazlığıdır. Yəni, qaraciyərdə gedən bir çox patoloji, məsələn, dəyişikliklər bizə orqanizmdə gedən bir çox digər orqanlarda gedən. Məsələn, qaraciyər piylənməsi, biz onu monitorda görəndəkən sizdə 2-ci, 3-cü dərəcə qaraciyər piylənməsi var. Bir pasiyentə məsləhət görürük ki, bir karotid Dopplerdən keçəsiniz. Çünki bu damarlarda tıxanıqlıq, damar divarının genişlənməsi, damar divarlarında aterosklerotik plaklar deyirik biz buna, xolesterin yastıqçıqlarının toplanması, damarda qan dövranının pozğunluğuna, yəni bir çox pozğunluqlara gətirir çıxardır ki, məhz bunlar da hamısı başlanğıcını qaraciyərin piylənməsindən götürür.
Doktor, niyə bu qədər bəs biz qaraciyər piylənməsi xəstəliyini çox adi və sıradan biri baxır? Sadəcə piylənmə deyəndə elə ilk insanın ağlına deyir ki, orada bəlkə də artıq nələrsə gündəlik qidamın artımı var deyə məndə piylənmə gedir və artıq çəki kimi başa düşülür. Əslində bilmədiyimiz məqamlar nədir burada? Bu xəstəliyin ciddi fonunu istəyirəm bir tablo olaraq çizək və bu qədər ola bilərmi ki, bilgisizlik, çünki tibbi gedişatı təbii ki, normal insanların müəyyən kütləsi bilməməsi normaldır. Maariflənmə və məlumatsızlığın azlığından onlar əslində bu xəstəliyin nə olduğunu bilmirlər. Çünki bu yaxınlarda sosial şəbəkədə arıqlama üçün istifadə olunan bu çayların və kofelərlə bağlı bir xanımın çox belə həyəcanla bir çağırış etməsini eşitdim. O dedi, qaraciyərimdə piylənmə gedir və hətta insanların ona münasibətini oxudum ki, piylənmə olacaq təhlükəli bir şey deyil ki, yəni biraz içmərsən, dayandırarsan, piy özünə əriyib gedər kimi düşüncələr nə qədər təbii ki, bu bəsit yanaşmalar fonunda. Və burada görülür ki, insanlar bilgisizlik fonunda xəstəliklərə artıq çox adi və sıradan yaxınlaşırlar. Tamamilə doğrudur. Burada insanlarımız əsas məsələ odur ki, çox adamdan bu bir şey eşidirlər və bu problemin hal-hazırda qəfləti ölümə səbəb olmadığını düşünürlər. Yəni, o yüzdən də qorxmadıqları üçün də bu xəstəliyin hər bir kəsdə olduğunu düşünərəkdən həkimə müraciət etməməyə daha çox tərcih edirlər. Amma burada bir şeyi vurğulamaq lazımdır ki, məsələn, ultrason həkimin gördüyü qaraciyər piylənməsi, hətta birinci dərəcə belə, qaraciyərin 20% zədələnməsi varsa görür. İlk triqliseridlərin artması, 5% piylənmədə belə deyərdim ki, qaraciyərdə bu ultrasonda görünən bir durum deyil. Amma metabolik pozğunluq daxili orqanlarda gedir. Yəni, artıq burada triqliseridlərdə bir dəyişiklik, xolesterin lipid spektrində bir dəyişiklik. Nəticədə, doktor doğru vurğuladı, karotislərdən başlamış bir aterosklerotik plaklar, bunlar cırılır. Beyin insultu, yəni beyin infarktı, ürək-damar fəaliyyətinin pozulması nəticəsində biz bilirik ki, hal-hazırda miokard infarktının əsas səbəbi aterosklerozdur. Bu aterosklerotik plakların cırılması nəticəsində, yəni bu problemlər baş verirsə, insan düşünmür ki, bu problemin özəyi qaraciyərdən başladı. Yəni, qaraciyərdə yağ mübadiləsi, lipid spektr pozulduğu üçün bunlar zaman-zaman gəldi, çıxdı və həmin anda bu piylənmənin hər kəsdə olduğunu düşünürlər. Artıq ikinci, üçüncü dərəcələr çox ciddi bir dərəcələrdir. Dərhal hətta birinci dərəcədən müalicəyə başlanılması olan bir vaxtlardır və həmin dönəmdə də artıq insanlarımızın bir təbil həyəcanı çalması önəmlidir. Bir çox yaxşı vurğuladınız əslində, bəzən də insanlarımız bitki mənşəli bir çox lazımlı, lazımsız qida məhsullarından istifadə edirlər. Bunların qaraciyər və böyrək funksiyalarını pozacağını düşünmürlər. Çünki qaraciyər və böyrək bizim detoksikant orqanlarımızdır, filtr orqanlarımızdır. Bizim orqanizmdəki toksiki maddələri çox ciddi şəkildə təmizləməyə məruz qalırlar. Amma bu bitkilər onları yüklədiyi üçün daha da aşırı bir yük vermiş olur. Var olan prosesi provokasiya edib daha da ağırlaşdırır. Doktor, biz müalicəsi ilə bağlı istəyirəm danışaq. Təbii ki, ultrason müayinəsində bu fəsadlar görüldü və birbaşa göndəriş artıq yönəlir terapevt olaraq sizə. Bu müalicəsi haqqında qısaca istəyirəm danışaq. Sonra növbəti xəstəliyin biz ultrason müayinəsində gedişatı və göstərişlərindən danışacağıq. Müalicə necə gedir? Yəni, qorxduğumuz daha çox insanlar bəzən adi yanaşır. Müalicə etməsəm də belə zamanla keçib gedir, amma bəziləri isə bəzən müalicənin müəyyən dərman preparatlarının özü belə yenidən başqa bir ağırlıq verər kimi qorxu ilə qalır. Yəni, ortaq bir tarazlıq hələ də... Burada birinci növbədə diaqnozu təsdiqləmək lazımdır. Yəni, qaraciyərin pi distrofiyasıdırsa, bu alkoqol və yaxud qeyri-alkoqol mənşəli olduğunu anlamaq lazımdır. Alkoqol mənşəlidirsə, mütləq şəkildə alkoqol tamamilə dayandırılır. Əgər alkoqolizm səviyyəsinə gəlib çıxırsa, burada artıq bizim narkoloqlar və bununla məşğul olan, asılılıq vəziyyəti ilə məşğul olan psixoterapevtlərimiz işə başlayırlar bizdən paralel olaraq. Eyni zamanda, əgər qeyri-alkoqol mənşəlidirsə, burada səbəb araşdırılır, daha çox mədə-altı vəz tərəfindən olan müəyyən bir fermentasiya problemləri çıxır, onlar aradan qaldırılır və mütləq şəkildə yaşa, cinsə, yanaşı xəstəliklərə, durumun ağırlığına mütləq şəkildə diqqət etmək lazımdır. Məsələn, bir travma xəstəsidirsə, hər hansı bir artrozu varsa, hərəkət problemi varsa, burada artıq çox ciddi aktiv bir müalicəyə başlamaq lazımdır. Bəzi gənc insandırsa, bəzən hepatosteatozun birinci dərəcəsində hepatosteatit verməyibsə, yəni iltihabi bir proses verməyibsə ki, hansı ki, sirrotik dəyişikliklərə gətirib çıxara bilər, o zaman biz daha çox idman
pəhriz və daha aktiv həyat tərzi tövsiyə edirik. Yəni bu hər bir insanın öz durumuna, ağırlıq dərəcəsinə və yanaşı xəstəliklərinə bağlı olaraq individual seçilir müalicələr. Doktor, piylənmənin tamam ki biz gördük. Bu piylənmənin gedişatında fibrozlaşma, qaraciyərdə fibrozlaşma gedir. Təbii ki, bunu indi gələn müraciət edən xəstələr özündə nə baş verdiyini bilməyə bilər. Yəni bunun fonunda gedən bu göstəricidir, yoxsa tam olaraq hansısa bir belə deyək də gecikmiş bir dönəmdə gizlin gedir, aşkarlanmır. Amma yenə də burada bir mütəxəssis yanaşması mütləqdir. Çünki gözdən qaçan, yayınan məqamlar bizim sonraki həyatımızın sağlamlığımıza birbaşa fəsadıdır, deyilmi? Bəli, bəli. Bu prosesin gizlin getməyi, belə deyim də, yanıma gələn pasiyentlər, məsələn, 30, 35, 40, hətta 45 yaş üstü pasiyentlər vardı ki, soruşanda sonuncu dəfə ultrasəs müayinəsi nə zaman keçmişsiniz? Doktor, indiyə kimi heç bir dəfə də olsun ultrasəs müayinəsi keçməmişəm. Yəni, çox acınacaqlı bir vəziyyətdir. Və nədən keçmədiniz? Yəni, heç bir şikayətim yoxdur ona görə. Məhz həmən pasiyentlərdə də, ən çox problemlərdə həmən pasiyentlərdə də biz aşkarlanmış oluruq. Yəni, gizli birdən-birə bu fibrozun ortaya çıxmağı ancaq pasiyentin zamanında müayinələrdən keçməməyi və bundan xəbəri yox və gəlir elə bir mərhələdə gəlir keçir ki, artıq biz orada ikinci dərəcə, məsələn, üçüncü dərəcəyə keçid qaraciyər piylənməsi görmüş oluruq. Bu da qaraciyərin, yenə deyirəm, bərkiməsi, fibrozlaşması. Yəni, bu zaman pasiyent bilməyə bilir və gəlir bu nəticə aşkarlanır. Amma gedişat mərhələsində, məsələn, qaraciyərin fibrozlaşması piylənmənin dərinləşmə dərəcəsidir. Yəni, qaraciyərin piylənməsi artdıqca qaraciyərdə fibrozlaşma mərhələsinə keçir. Fibroz mərhələdə artıq biz, məsələn, ultrasəs müayinəsində nəyə əsaslanaraq deyirik ki, qaraciyərin fibrozlaşması və yaxud da qaraciyərin piylənməsinin dərəcələrini biz ultrasəs müayinədə nəyə əsaslanaraq deyirik? Bəzi ultrasonoqrafik kriterilər var, exografik görüntülər var. Bura, məsələn, ilk növbədə diafraqmanı biz vurğuluyuruq ki, biz piylənmə artdıqca biz diafraqmanı ultrasəs müayinəsini artıq izləyə bilmirik. Məsələn, 3-cü dərəcə piylənmədə biz diafraqmanı izləmirik. Çünki ultrasəs dalğaları artıq sərt toxumaya gedib çata bilmirlər. Qaraciyərin exogenliyinin artması. Yəni, sanki bir ağ duman kimi görürük biz onu qaraciyərdə. Qaraciyərin damar vizualizasiyasının itməsi. Yəni, bir çox exografi görüntülər var ki, bunlara əsaslanaraq biz qaraciyərin piylənməsini ultrasəs müayinəsi vasitəsilə dərəcələrini ayırt edib, yəni, rəy verə bilirik. Bəli, hər zaman deyirəm ki, əslində düzgün müalicənin gedişatı, düzgün diaqnozun qoyulmasından başlanır ki, biz sonda effektiv nəticə ala bilək. Reklam fasiləsinə ayrılırıq. Qısa bir reklam fasiləsindən sonra müzakirəmiz yenidən davam edəcək. Reklamlar. Reklam fasiləmiz bitdi, müzakirəmiz yenidən davam edir. Xatırladaq ki, bugün qaraciyər xəstəliklərindən danışırıq. Doktor, qaraciyərin növbəti ağır göstəriciyi özünə belə deyək də ehtiva edən xəstəlik qaraciyər sirrozudur. Bu əsas iki əlamət üzərindən göstərilir. Həddindən artıq spirtli içkinin qəbulu və hepatit C olaraq, deyilmi? Amma bunun müalicəsi çox güman ki, müəyyən belə deyək də, insanların baxışında müalicə yoxdur. Yəni, bu artıq sondur deyən, burada çox ciddi təbii ki, psixoloji bir məqamlar da yaşanır. İndi buna toxunmaq istəmirəm. İnsanın keçirdiyi və ətrafın ona qarşı verdiyi. Bəzən də bizim ətrafımız daha çox bilimli olur axı həkimlərdən və doktorlardan və onların məsləhətləri üzərindən gedişatları daha çox uyğulamaqda meyilli, nəinki doktorların göstərişi. Bu haqda istəyirəm danışaq. Yəni, bildiyimiz elə konkret bu iki əsas səbəbdir sirrozu yaradan, yoxsa bilmədiyimiz başqa məqamlar da var? Xeyr, qaraciyər, ümumiyyətlə qaraciyər özünü, belə deyək də, yeniləyən nadir orqanlardan biridir və bütün bu qaraciyər öz xəstəliklərinin hər bir mərhələsində öz-özünü yeniləyə bilir, yetər ki, müalicə düzgün aparılsın. Amma sirroz, belə deyək ki, qaraciyər toxumasının fibroz toxuma ilə əvəz olunduğu bir dönəmə deyilir. Bu tək hepatit C deyil, hepatit B virusunda xroniki və müalicə olunmadığı bir dövrlərinə belə deyə təsadüf edir. Eyni zamanda steatohepatoz dediyimiz, yəni qaraciyər piylənməsinin steatohepatitə keçirildiyi, yəni infeksion bir duruma keçirdiyi dönəmdə də bu ola bilir. Bir çox qaraciyərin uzun müddət müalicə olunmadığı virus hepatitləri var, hansı ki, məsələn, B, C, D virusu özü hepatit B olmadan tək başına olmur. Yəni, burada superinfeksiya dediyimiz bir durum yaranır.
Fekal oral yolla keçən hepatit Y belə qaraciyər sirrozu yarada bilir. Eyni zamanda bir çox autoimmun hepatitlər sirroza gətirib çıxara bilir. Çünki onların da müalicəsi tibbin bugünkü günündə tamamilə 100% yoxdur. Amma sirrotik bir vəziyyət yarandığı dönəmdə artıq biz qaraciyər toxumasında tək ultrason müayinəsində deyil, eyni zamanda fibroskanla və bəzən də elastometriya ilə buradan əlavə olaraq bir biopsiya da götürülür açıqçası. Bunu qoyulduqda bu tamamilə hökm deyil. Düzdür, burada %100 bir müalicə qaraciyər transplantasiyasıdır. Yəni köçürülməsi, amma bir hökm deyil. Yəni belə deyərdim ki, mənim şəxsən özümdə də bir çox qaraciyər sirrozlu bir neçə il təqib elədiyim xəstələr var ki, bunlar progressivləşməni dayandırırıq. Yəni prosesi maksimum səviyyədə yerində saxlamağa çalışırıq və insan öz həyatından və belə deyərdim ki, öz işlərindən müəyyən dərəcədə məşğul ola bilir. Amma sirroz vəziyyətinə gətirib çıxartdığı üçün geri dönmək bir proseslər yaranmış olur. Amma dedim ki, bu qaraciyərin bir çox belə demək mümkünsə diqqət olunmadığı və xüsusilə də müalicə olunmadığı dönəmlərin ən son fəsad bir vaxtıdır ki, artıq biz bu cür xəstələr bizim qarşımıza sirrozla çıxır. Sirroz da təbii ki, tək qaraciyər sirroz oldu deyə bir şey deyil. Bu xəstələr saralır. Bir çoxlarında bilirubin artışı olur. Bilirubin beyində bir ammiak turşusunun yaranmasına gətirib çıxarır və nəticədə ensefalopatiya, qarın boşluğundan maye, asitik maye, qaraciyərin qapı venasında portal bir hipertenziya verir. Belə deyərdim ki, qida borusunda damarların varikoz genəlməsi bu cür xəstələr qan qusmaya meyilli olurlar, çox yüksək təzyiqlər olur. Yəni, bir deyil, bir çox orqanların artıq bir yerdə sistem şəkildə poliorqan yetməzliyinə girdiyi bir dönəm yaranır. Doktor, bunların müayinəsinə gələk. Sirrozun ümumiyyətlə dediyimiz kimi doktor da vurğuladı, qarın boşluğunda mayenin yığılması. Bu zaman ağrı ilə gələnlər və yaxud da ümumiyyətlə özündə bir neysə bir dəyişikliyin yenə də hiss edilməyən pasiyentlərdirmi? Siz bunu aşkarlayırsınız və bir daha artıq ciddi bir gedişata doğru gedirik, həyəcan, təbliğ, reaksiyalar necə olur ümumiyyətlə? Bax, o müayinəni istəyirəm, bu haqda danışaq. Yox, seratik transformasiya zamanı artıq pasiyent özündə dəyişikliklər hiss edir, təbii ki. Doktorumuzun vurğuladığı kimi, qanda bilirubinlərin sayı səviyyəsi artdıqca dəri örtüyünün saralmasıdır, qarın boşluğuna mayenin yığılmasıdır, qarın şişkinliyi nəticədə yaranır. Yəni, pasiyentdə halsızlıq, iştahsızlıq, zəifləmək, çəki atmaq, bu kimi əlamətlərlə artıq biruzə vermiş olur özünü. Və pasiyent, ümumiyyətlə, sirroz özü zamanla yaranan, yəni xroniki progressivləşən bir prosesdir. Bir günə, 2 günə, 1 aya, 2 aya deyil. Bu, illərcə sonucda gətirib qaraciyər sirrozuna çıxardan bir prosesdir. Yəni, əvvəli daha yüngül dərəcələrdən başlayır və yenə vurğuladığımız kimi zamanında müayinə, müalicə olunmursa, gətirib bir çox hallarda qaraciyər zədələnməsi son mərhələdə, bəli, qaraciyər sirrozuna gətirib çıxardır. Və doktorun vurğuladığı bütün əlamətləri, hansı ki, portakaval anastomozlardır, portal beyində təzyiqin artmasıdır, qaraciyərin parenximasının sərtləşməsi nəticəsində venada qan dövranı rezidentliyi yaranır, qan dövranına qarşı və portal beyin sıxılır, təzyiq artır. Bütün bunların hamısını biz ultrasəs müayinəsində izləmiş oluruq və həmən bu göstəricilərə də uyğun artıq sonucda qaraciyərin seratik transformasiya tipli exostruktur dəyişikliyi bir rəyini qeyd etmiş oluruq. Qeyd etmiş oluruq. Doktor, müalicəyə tabi olmaq, istədiyimiz nəticəni, istədiyimiz formada ala bilirikmi? Bu qaraciyər xəstəlikləri fonunda. İndi biz konkret danışdıq. Bir çoxsunda ala bilirik, bəli. Tam müalicə, məsələn, hepatit C-nin bugünkü gündə tam 3 aylıq 95%-in üzərində effektivlik göstərən dərmanları vardır ki, və bizim ölkədə də bu dərmanlar əlçatandır, alınır və bir çox insanlarla da bu müalicəmizin effektivliyini edib görmüşük. Yəni, əvvəllər ki, 15 il bundan qabaq hepatit C deyəndə insanlarımızda bir ölüm hökmü kimi bir şey yaranırdı. Amma hal-hazırda bugünkü gündə hepatit B-nin özü xronikləşsə də çox ciddi şəkildə remisiyalarını almaq mümkün olur ki, uzun müddət residivlər vermir. Bundan əlavə olaraq qaraciyərin P degenerasiyasında biz çox rahatlıqla müalicə edə bilirik. Yetər ki, xəstə müalicə ilə yanaşı bir diyetaya da üstünlük versin və həyat tərzində dəyişikliklər eləsin. Toksik hepatitlər daha fulminant formada olsa da, yəni kəskin bir durumda, akut fazda gəlsələr də
toksik hepatitləri toparlamaq daha tez sürətli ola bilir. Çünki bəzən uzun müddətli alkoqol və yaxud da ki, qeyri-steroid iltihab eləyən dərmanlar və yaxud da ki, bir çox antibiotiklərin qeyri-rasional təyini zamanı bu cür toksik zədələnmələr olsa da, bu cür xəstələrin özlərini də günlər ərzində müalicə edib bir sonraki dönəmdə artıq tamamilə müalicə etmək mümkün olur. Amma artıq fibroz və sirroz durumlar başladığı üçün burada progressivləşməni qarşısını ala bilirik. Müalicənin özünü tam apara bilmirik. Ta ki, xəstəni, bütün dünyada belədir, zaten tək Azərbaycanda deyil. Əgər sirrotik bir transformasiya varsa, mütləq şəkildə artıq bu cür xəstələr transplantasiya prosesinə getməlidirlər. Burada bir bəsit bir şey deyil. Donorun tapılmağı bugünkü gündə hal-hazırda yəni indiyə qədər insanlarımız öz maddi hesabına bunları götürürdülər. Amma hal-hazırda icbari tibbi sığorta çərçivəsində artıq orqan transplantasiyası bir düşüncəsi var və nəticə etibarilə də buna doğru gedilir. İnşallah ki, tez bir zamanda tək qaraciyər, böyrək deyil, bir çox orqanların köçürülməsi olar və insanlarımız ən azı düşünün ki, bir ölüm ayağında olan insan bir 10 il, 15 il əlavə bir həyat qazanmış ola bilir. Bəli, hər bir zaman dediyimiz kimi, demək ki, istədiyimiz nəticəni əldə etmək istəyir. Ümumiyyətlə, sağlam qalmaq istəyiriksə, özümüzdə nəyinsə hissiyat olduğu ilk məqamda dəyişiklik hiss etdiğin zaman müraciətə etməyimizdən fayda var. Telefon xəttində tamaşaçımız var. Eşidək sizi. Axşamınız xeyir olsun. Buyurun. Bizi eşidirsinizsə, buyurun. Bəli. Həkim danışır. Mən istəmirəm sözün kəsin. Televizorun səsini azaldaq mümkünsə. Buyurun. Yəni o niyə? Ancaq belə Canlı efirdəsiz, biz sizi eşidirik. Buyurun. Buyurun. Xanım, həkim eşidir mi həkim? Televizorun səsini azaldaq, biz sizi eşidirik. Biraz ucadan mümkünsə. Şu anda özüm televizor. Televizorun səsini azaltmışam. Eşidirik, buyurun. Mən redaktorlardan xahiş edəcəm. Siz telefon xətlərimizi tam olaraq bərpa edin. Sonra canlı efirə qoşun. Görünür, tamaşaçımız hələ də bilmir ki, canlı efirə qoşulub, məlumatsızdır. Tamam, yenidən bərpa edib, yenidən dönüş edərik. Dizlərində və ayaq nahiyəsində bizə redaktorumuz ilə telefon xəttinə problem var. Dizlərimdə və ayaq nahiyəmdə kəskin ağrılar var və yorğunluq var, halsızlıq var. Ümumiyyətlə bu qaraciyərlə bir bağlılığı olarmı deyə soruşur. Dizlərdə və ayaqlarda ağrı daha çox infeksiyon proseslərdə olur. Eyni zamanda artroz və osteoporoz dediyimiz durumlarda vitamin D, kalsium, maqnezium defisitlərində yaranır. Amma hal-hazırda xroniki infeksiyalarda daha çox görmüş oluruq. Yaxşı olardı ki, yaşın və digər xəstəliklərin olub-olmadığını bilək. Amma qaraciyər xəstəlikləri ümumi halsızlıq verir. Çox yorğunluq verə bilirlər, bəzən tərləmə halları olur. Amma tək hər hansı bir lokallaşmış bir yerdə deyil, ümumi olur. Bir tək ətraflarda, əl və aşağı ətraflarda qaşınmalar da ola bilir qaraciyər xəstəliklərində. Doktor, bu formada yorğunluq, artıq əhval-ruhiyyəsinin tükənməzliyi, belə deyək də, artıq özündə gücsüzlük, ümumiyyətlə bununla müraciətlərin sayı çoxdurmu? Təbii ki, yəni qaraciyərə bağlayırıqsa bunu, təbii ki, yəni ki, gələn pasiyent, yenə deyirəm, qaraciyər, ümumiyyətlə qaraciyər piylənməsi də özü pasiyentə daim xroniki yorğun, özünü xroniki yorğun hiss etmək halı verir. Əsas olaraq bilmək istədiyim məqam odur ki, məsələn, müəyyən bir özündə bir dəyişiklik gedən insan hiss edir ki, mən dünənki həmin insan deyiləm. Müəyyən bir dəyişikliklər içərisindəyəm. İlk olaraq ağlında, ümumiyyətlə, məndə hansısa bir xəstəliyin ünvanını özü təsbit edə bilmir, yoxsa özü də tam anlamır nə baş verdiyini. Bilirsiniz, Ülviyə xanım, qaraciyər, yenə təkrarlayıram, elə bir orqandır ki, onun ultrasəs müayinəsi zamanı bir çox xəstəliklər gedişatı, bir çox xəstəliklərin gedişatını, məsələn, pasiyentə öncədən proqnoz verə bilirik və müayinə zamanı təbii ki, pasiyentə suallar veririk. Qaraciyəri monitorda onun, belə deyim, görüntüsündən asılı olaraq, məsələn, pasiyentdə sizdə şəkərli diabet varmı, yoxmu? Hətta elə bir qaraciyər görüntüsü olur ki, bunu artıq sual şəklində yox, tam net şəklində
şəkərli diabet, təzyiq, hansı birindən əziyyət çəkirsiniz? Yəni, bunu tam əminliklə söylüyoruz qaraciyərin görüntüsündən. Doktor bayaq çox düzgün vurğuladı. Qanda pi yağ mübadiləsinin artması, ən çox da triqlitseridlərin, məhz qaraciyərin piylənməsində pi yağ mübadiləsinin pozğunluqlarında birinci yerdə triqlitseridlər durur. Ola bilər qanda xolesterinin səviyyəsi yüksəkdir, amma qaraciyərdə o qədər piylənmə yoxdur. Amma qaraciyərin sərtləşməsi, piylənməsinə əsas pis xolesterin və triqlitseridlər daha çox burada rol oynayır və qaraciyərin piylənməsi də daim insana xroniki yorğunluqdur, daim özünü, yəni belə deyim, halsız, əringən hiss etməkdir. Sonra qaraciyərdə piylənmə, yuxarı ətraflarda keymə, uyuşma. Niyə? Çünki qan dövranı pozulur. Dediyimiz kimi, qan damarlarında yağ yığınları yığılır və periferik qan dövranının, belə deyim də, yuxarı ətraf, ən çox da yuxarı ətrafda qan dövranı pozulur. Bunun da nəticəsində qan gedib toxumalara gedib çatmır. Çatmadığına görə bir hipoksiya deyirik biz buna, oksigen acılığı yaşanır. Sonra qaraciyərin piylənməsində biz beyin qan dövranı izləyə bilirik. Karotis damar bayaq vurğuladım, ürəkdən beyni qidalandıran damarlardır ki, həmin bu damarları izləyəndə biz ən çox da bifurkasiya, yəni damarın gəlib iki daxili və xarici yuxu arteriyamız var. İmенно o qan iki yerə bölündüyü mənfəzdə biz ən çox aterosklerotik plakları izləyirik ki, bu da gətirib beyin qan dövranına çıxardır və nəticədə işemik insult kimi, yəni beynin oksigenlə qidalanmaması kimi patologiyana rastlaşırıq. Doktor, ayaqda və topuqda şişmələr, ümumiyyətlə bunun qaraciyərlə bağlılığı, bir funksional gedişat pozulduqda bizdə ayaqda və topuqda və burada bir az müqayisəli diaqnostikada ortaya çıxır. Yəni, daha çox bizdə ödəmlərin olmasını böyrək xəstəliklərindən bağlayırıq, bəzən də ürək damar xəstəliklərimizdən. Amma ayaqda və topuqda şişin qaraciyərlə birbaşa bağlılığı bəlkə də bir çoxlarımız üçün yenilikdir. Ümumiyyətlə, burada nə baş verir ki, artıq burada bu nahiyələrdə şişmələr gedir? Burada çox hipokontik ödəmlərdir. Qaraciyər tək yağ mübadiləsi deyil, eyni zamanda zülal mübadiləsində böyük bir regulyatordur və nəticədə albumin səviyyəsi düşdüyü üçün bu qaraciyər xəstəliklərinə xas olan bir şeydir. Damarlarda olan, xüsusilə də aşağı ətraf damarlarından qan və ümumiyyətlə ümumi dövran edən qanın həcmi azaldığı üçün damar divarı zədələnir və ətraf toxumalara maye axır. Bu nəticəsində topuqlarda və aşağı ətraflarda, bəzən topuqlardan biraz daha yuxarıda simetrik bir ödəmlər əmələ gəlir. Bu, eyni zamanda tək qaraciyər xəstəliklərində deyil, eyni zamanda ürək xəstəliklərində də baş verir. Bundan sonra həmin o albumin hissəcikləri, belə deyək, zülalın özü sidikdə görsənmiş olur. Normalda böyrək filtrasiyasında o zülallar keçməməlidir. Amma böyrəyin də zədələnməsi olur. Bunu niyə görə deyirəm? Yəni, patogenez olaraq anlayaq ki, burada qaraciyərdə başlamış bir proses böyrəkləri və eyni zamanda ürəyə zədələyir və sistemik bir orqan yetməzliyi çıxarır. Və bu da bizə artıq xəstələrdə ayağa şişkinliklə gəlir. Bunu gəldiyi zaman artıq 3 orqanın bərabər zədələndiyini görmüş ola bilirik. Artıq bir neçə ciddi fəsadlar verir. Tamam, bütün bu xəstəliklər fonunda bunlar baş verir. Təbii ki, insan özü də bilmədən siz açıqladınız və bu tibbi gedişatlar göstərdi ki, ciddi xəstəlik daşıyıcıdır. Medikal müalicənin vaxtında olunması doğru düzgün nəticə ala bilmə qənaətimizə gəlirik dedik, doktor, deyilmi? Biz belə dedik, necə edək ki, tamamən ümumiyyətlə qaraciyərimizdə problemlər yaşanmasın. Bəzən bunu təbii üsullarla müəyyən şirələri mən əsas səbəb olaraq, hədəf olaraq nəyə gəlmək istəyirəm? Müəyyən evdə, müəyyən səhərlər ac qarına tərəvəzlərin şirələrinin qəbullanması məsələləri olur və burada daha çox önərilənir boranır şirəsinin içilməsi qaraciyərin birbaşa rənginin olmasına, funksional gedişatına mı təsirinə dəlalət edir. Bax, bu sağlam həyat tərzimizi öz başımıza etməyimiz, bu fonda xəstə. Tamam, tamaşaçımız deyir, var bizim sualımız qalsın sonraya. Eşidək sizi, axşamınız xeyir olsun. Buyurun. Axşamınız xeyir. Mən doktorları salamlayıram. Mən bir şey soruşmaq istirdim sizdən. Bilmirəm, bu qaraciyərə nə qədər aiddir. Bəlkə də indi biraz ucadan mümkünsə xahiş eləyək. Mən bir şey sual vermək istəyirəm doktorlarımıza. Bu qaraciyər mövzusu da sizdə. Mən bu ötkü hissəsinə aid sual vermək istəyirdim. Yəqin ki, o da qaraciyərlə əlaqəlidir, əlaqəli orqandır da. Mənim bacımın ötkü hissəsində daş var.
əməliyyat eləməyə ehtiyat eləyir, çəkinir, qorxur demək olar ki. Mən bilmək istəyərdim, daş olan, misal üçün daşı varsa əgər bu insanın, bu mütləq əməliyyat lazımdır, yoxsa hansısa ödqovucularla bunu nəzarətdə saxlaya bilər, pəhrizlə saxlaya bilər. Çünki mənim anamda da daş var idi. O əməliyyat eləmədi və ömrünün axırına kimi də ödqovucularla bu nəzarətdə saxlayırdı, pəhrizlə nəzarətdə saxlayırdı. Xahiş eləyərdim bu suala doktorlarımız cavab versinlər. Bir də qaraciyərə aid, yağlanmasına aid dərmanlar var da. Mən bilmək istəyərdim, profilaktika kimi bu dərmanları içmək olar, yoxsa yox? Çox sağ olun. Təşəkkür edirik sualınıza görə. Sual aydındır. Cavabınız? Deməli, daşın növü də var. Burada xolesterin daşları olur öd kisəsində. Ödqovucu vermək əks göstərişdir, çünki həmin daşın hərəkətliliyini artırıb pankreas axarına keçmək olar. Bu zaman artıq kəskin saralma olacaq pasientlərdə və pankreatit verib xəstənin həyatına son qoya bilər. Bu zamanda RCP müayinəsi və əməliyyatı lazım ola bilir ki, pankreas axarından daşı götürmək. Bu da çox çətin və qəliz bir prosedurdur. Əgər öddə, bəzən də bizim el arasında bildiyimiz, eşitdiyimiz lal daş deyilən bir durumlar var ki, hər hansı bir ağrı vermir, öd kisəsinin tamamilə dibində olur və insanlar pəhriz saxlaya bilirlərsə, bura nə aiddir? Yarpaq dolmasını yeməyəcək, düyü, yağlı qidalar, xəmir, un məmulatları, eyni zamanda köf verən qidalar və xüsusilə də yağlı, qızardılmış qidalardan tamamilə uzaq olacaqsa, lal daşdırsa, müəyyən dərəcədə gözləmək olar. Yox, hərəkətli bir daşdırsa, bir neçə daşdırsa, mütləq şəkildə artıq proses bizdən çıxıb ümumi cərrahın bir işinə çevrilir və öd kisəsinin götürülməsi məcburiyyəti ilə yaşamış olurlar. Öd qovucu vermək dediyim kimi əks göstərişdir. Yəni, burada başqa bir nəsə eləyə biləcəkləri bir durum yoxdur. Əlavəniz varmı, doktor? Yəni, xanımın sualına cavab olaraq... Qaraciyəri bilənməsinə qarşı müəyyən dərmanlar var, deyir, müəyyən yağın içilməsi. Ondan da başqa, yəni öd kisədə daş gördükdə, öd kisənin daş xəstəliyinə də biz demək olar ki, gün ərzindəki praktikamızda çox tez-tez rastlaşırıq. Ümumiyyətcə, məndən soruşanda ki, doktor əməliyyat elətdirək, elətdirməyək, mən öd kisədə daş təbii ki, doktor buyurduğu kimi daşın tərkibindən asılıdır. Xolesterin mənşəli daşlar bəzən də ərimə ehtimalı var, amma daha, belə deyim də, kalsi duzlarından təşkil olunmuş daşlar isə daha sərt olurlar, onların parçalanma. Mən öd kisədə daş görəndə pasiyentə deyirəm, ən yaxşı variant bunu götüzdürməkdir. Niyə? Çünki bəzən pasiyent gəlir, öd kisəsi tam daşla dolu, artıq demək olar ki, öd ifrazında bir blok yaranıb, heç öd möhtəviyyatı görmürük. Tam deformasiyalı bir öd kisəsi və ömrünün axırına qədər həmin o öd kisə dolu daşla olan öd kisə ilə yaşayır. Yəni, heç bir buna, belə deyim də, şikayət verəcək bir əlaməti. Təbii ki, ağızda acılıqdır, köpdür, bunlar olacaqdır, amma bir pristup şəkilli, tutma şəkilli ağrılardan, kəskin ağrılardan şikayətlənmir. Elə bir pasiyent də vardır ki, bir tək daş gətirir, elə bir iltihabi prosesə çıxardır ki, öd kisəsində, artıq yəni, əməliyyat burada qaçılmazdır. Ona görə onu heç kəs proqnoz biz verə bilmərik, heç kəs sığortalanmayıb. Bir tək daş var, bu ilə yaşayacaq ömrün sonuna qədər heç bir şikayət olmayacaq. Amma öd kisə daşla doludur, bunu mütləq əməliyyat elətdirginə. Ona görə biz deyirik, məsələn, öd kisədə daş varsa, çox zaman məsləhət görürük ki, götüzdürsünlər öd kisəni. Bəzən də xanımın ikinci sualını tam olaraq... İkinci sualı deməli, xatırladım, amma profilaktik deyə bir şey yoxdur. Yəni, zaten Allahın yaratdığı orqanizm qüsursuzdur. Qaraciyər özü-özünü tamamilə filtr eləyərək tək öz hüceyrələrin, öz hepatitləri deyil, bütün orqandakı olan hüceyrələrin toksiki maddələrinin zədələnməsinin qarşısını almaqla yanaşı təmizləyib orqanizmdən çıxarda bilir. Yetər ki, biz qaraciyəri digər zərərli qidalarla, zərərli vərdişlərlə və digər xəstəliklərlə, xüsusilə də bilib-bilmədən istifadə etdiyimiz qeyri-rasional bitkilərdən istifadə edib yükləməyək. Yəni, bunu mən çox görürəm. Bugünkü günlərdə də hər bir kəs sosial şəbəkələrdə oxudu. Gənc bir oğlan zəncəfil istifadə edərək həyatına son qoymuş olur. Yəni, bunlar təbii ki, indi araşdırma nəticəsində tək bir zəncəfilin bir şey etdiyi deyil də, bir çox multi-orqan çatışmazlığına girib ki, bu bir gənc orqanizmdə belə bir reaksiyalar verib. Amma hər bir bitki müəyyən dərəcədə hiperhəssaslıq reaksiyası verə bilər. Buna bir allergik reaksiyadan tutmuş digər orqanlara zədələnmə də ola bilər. Yəni, heç bir bitki yoxdur ki, biz deyək ki,
bunu iç, ən azı günlərlə deyil, aylarla deyil, illərlə iç, bu sənə heç bir zaman heç bir orqana ziyan verməyəcək deyə bir şey yoxdur. Bizim bildiyimiz bəsit gicitkan belə, məsələn, laxtalanmanı artıra bilər. Normalda bir bitkidir. Yaxşı tərəfli olduğu üçün də, amma kardioloji bir xəstələr bilir ki, biz aspirin qəbul edilir, ona versək tromboz yaradır, miokard infarktına daha da risk yaradır. Növbəti tamaşaçımızı eşidək. Axşamınız xeyir olsun. Buyurun. Salam aleyküm. Hər vaxtınız xeyir. Hər vaxtınız xeyir. Buyurun, eşidirik sizi. Bizim bugün telefon xəttində yəqin ki, ola bilsin problem var. Bəli, artıq ya telefon xəttlərini qoşa bilmirik, ya səslər kəsilir. Mən xahiş eləyəcəm, biraz diqqət edək. Əslində, qaraciyər xəstəlikləri fonunda başqa xəstəliklər, məsələn, vaxtında müalicə olunmadıqda və bu gedişatların getdikdə görməzdən gəldiyimiz bir məqamda başqa orqanlarda zədələnməsi qaçılmazdır, deyilmi doktor? Bunların yəni aşkarlanması, görülməsi gedir. Bu haqda mən telefon xətti öncəsi də sual verdim. Bəzən, baxın, nə edək ki, biz əslində orqanlarımızı sağlam saxlayaq. Əslində, bu özü ciddi bir bilgiyə yiyələnmək deyək, buna nə deyək, profilaktik bir şey də yoxdur deyəcək ki. Amma gündəlik nələrsə olmalıdır ki, özümüzü ya qoruyaraq, ya həyatımızda istifadə etdiyimizdən ümumiyyətlə çıxardaraq, sağlam qalmağımıza gedən bir yol olmalıdır, doktor. Bu yolu hardan başlayaq, necə gedək? Bu yol çox bəsit. Sağlam həyat tərzi. Bunun da, yəni mən həmişə bunu pasiyentlərimə də vurğulayıram. Burada da vurğulayıram düzgün qidalanma rasionu və hərəkətli həyat tərzi. Düzgün qidalanma deyərkən, yəni? Düzgün qidalanmaq, yəni gündə 3 dəfə, 4 dəfə, hətta 5 dəfə məsələn biz məsləhət görürük. Az-az, amma aralarındakı məsələn interval vaxtı daha çox olmaq. Yəni, bu cür qidalanmağı biz məsləhət görürük. Məsləhət görürük, sağlam qidalansınlar. Məsləhət görürük, daha, belə deyək, qızarmış, acılı, istiyotlu, bu tərzdə yeməklərdən, dadlı yeməklərdən uzaq dursunlar. Onu edə bilirik və nə dərəcədə edə biliriksə, telefon xəttimiz əgər bərpa oldusa, eşidək sizi. Axşamınız xeyir olsun. Axşamınız xeyir olsun. Bayramınız mübarək. Təşəkkür edirik. Buyurun. Xanım, mənim həkimlərə bir sualım vardı. Mən 3 ildir serozdan əziyyət çəkirəm. Elə belə hər 6 aydan bir müalicə oluram da, müayinə alıram. Mənim cigərimdə quruma gedir, 35% quruma gedir də qara cigərimdə. Onunla əlaqədar mən nə edə bilərəm? Sualınız varmı? Nə diaqnozu qoyulub? Seroz, qaraciyər. Qaraciyər Seroz serozu. nə mənşəli serozdur? Qara cigər serozu idi. Elə bir 4 litr qarnıma su gəlmişdi. Yəni ondan sonra onu anladım. Onu sadəcə bilmək istəyirəm. Bu virus hepatitlərinə bağlı idi mı, yoxsa alkoqol mənşəli? Hepatit C ilə əlaqədar. İkinci növü olan hepatit C. Təşəkkür edirik. Allah şəfa versin. 35 yaşı var, səhv etmirəmsəm. Çox güman ki, burada hepatit C yəni tam müalicə olunub. Çünki burada zaten ilkin müalicə primer yaranan xəstəliyin müalicəsi və eradikasiyasıdır. Əgər hepatit C müalicə olunubsa və sirotik vəziyyət hələ də qalırsa, bayaq vurğuladım ki, burada progressivləşmənin ancaq qarşısı alınacaq. Zərərli vərdişlər tamamilə çıxarılmalıdır. Yəni, azaldılmalı deyil. Zərərli vərdiş dediyim alkoqol istənilən növü, nikotin, tüstülü məkanlarda durmaq, pasiv siqaret çəkmə belə. Hərəkətliyimizi biraz artırmamız lazım olacaq. Amma bu insanlarda asitik mayelər qarın mayesində çox olduğu üçün bəzən də parasentez edirik. Yəni, qarın boşluğundan mayeni çəkirik. Burada da o da çox bəsit bir şey deyil. Hər 1 litrə 6 qram albumin də köçürməmiz gərəkir burada. Bəzən acil şöbələrimizdə də bunu çox eləmiş oluruq. Amma bu cür xəstələrin bir dəfəlik müalicəsi qaraciyər transplantasiyatıdır. Bəli. Və 6 aydan da bir, ümumiyyətlə yoxlanışa, doktor, neçə aydan biz daxili orqanlarımızı, qarın boşluğu, belə deyək də, artıq orqanlarımızı yoxlamalıyıq ki, bizdə hansısa bir patoloji bir dəyişkənlik gedir, xəbərsizik və bundan xəbər tutmuş olaq. Normalda biz pasiyentlərə məsləhət görürük ki, 6 aydan bir mini check-up şəklində lazımi, belə deyim, müayinələrdən
ultrasəs müayinəsidir, bir qanun ümumi analizidir. Ümumiyyətlə qanun ümumi analizi check-up orqanizmdə gedən, bəli, mini bir check-up şəklində hər 6 aydan bir müayinədən keçsinlər mütləq. Çünki bugünkü gün xəstəliklər proqresivləşib, bugünkü gün xəstəliklər daha cavanlaşıb. Məsələn, qabaq təzyiq, şəkər eşidəndə bir gözümüzün qabağında bir yaşlı insan düşünürdük ki, amma indi təzyiq, şəkər, baxırıq ki, cavan bir insan qapını açdı, girdi içəri, təzyiqdən, şəkərdən əziyyət çəkir. Redaktorumuz bildirir, tamaşaçımızın danışıq qüsuru var, mesaj olaraq yazılıb. Mədəmdə polip var, əməliyyatdan qorxuram, müalicəni etmək mümkündürmü? 33 yaşı var. Yəni, polipektomiya çox da bəsit bir şeydir. Qastoskopiya zamanı, yəni bu açıq əməliyyat deyil, bir şey deyil. Qastoskopiya, əgər doğrudan polipdirsə, bu daha çox bağırsaqlarda olur açıqçası. Kolonoskopiya zamanı götürülür, sonra biopsiya verilir. Burada qorxulacaq, çəkinəcək bir şey yox. Yəni, müalicə etmək. Elə mədə altı vəzi, belə deyə, öz kisə, sizin daşlar. Əslində biz mövzunu özü qaraciyər, özü geniş bir mövzu olduğuna görə və burada olan xəstəliklər çox geniş formada olduğuna görə öz kisəsi xəstəliyin haqqında da biz danışmağı düşünmüşdük. Amma təbii ki, zaman yetmir ona. Artıq verişimizin də bitməsinə çox az dəqiqələr qalıb. Doktor, özümüzü dedik check-up müayinə sağlam saxlamağımız üçün, deyilmi? Və burada düzgün diaqnostik müalicənin təsbiti məhz sizlərdən keçir. Hər zaman deyirəm ki, doktora əgər birinci müraciət edəndə də siz də müayinə üçün göndərirsiniz ultrasəs müayinəsi həkimin üzərində. Bilgilənmə, müasir gedişatlar və texnologiyaların inkişafı bizə bunları istədiyimiz nəticədə, effektiv nəticədə görünüşünü təmin edə bilirmi? 100%. Dəqiq, yəni olacaq diaqnozunu tam olacağını bilirik. Doktor, gedişatlar və bu müəyyən protokollarda ola bilər yeniliklərin tətbiqi, bu qaraciyər, çoxumuzun çox faciə və qorxu ilə qarşılaşdığımız bu xəstəliyi dəf etməkdə bizə yardımcı ola bilirmi? Məndə tibb yerində qalmır, günü-gündən inkişaf edir və nəticədə tibbi yöndən biz özümüz də daim bir araşdırmada və maariflənmək içindəyik. Protokollar bəzən hər 5 ildə bir dəyişə bilir, yeniliklər yaranır, müəyyən bir yeni dərmanlar çıxır və bu da bizim bir çox xəstəlik qaraciyər deyil, bir çox xəstəliklərin həm önlənməsində, eyni zamanda fəsadlarının qarşısının alınmasında daha çox köməyimizə çatır. Amma eyni zamanda insanlarımız da bu check-uplardan keçməlidirlər ki, təsadüfi xəstəlikləri vaxtında aşkarlayıb, vaxtında həkimə gedə bilsinlər və bizim işimizi də, bir işimizi iki eləməsinlər, belə deyərdim. Və nəticə etibarilə də öz sağlamlıqlarını şübhə altına almamış olsunlar. Bəli, çünki sonradan gecikmiş müalicədən yaranacaq durum həm insanın tibbi və bioloji tərəfdən ciddi fəsadlara, bir xəstəlik fonunda bayaq sadladığı bir neçə ciddi xəstəliklər yaranır. Eyni zamanda burada insan psixikası da pozulur. Çox üzr istəyirəm, qaraciyər heç bir zaman təkdə qarşımıza çıxmır. Bayaq vurğuladığınız kimi öd daş xəstəliklərlə, ödün iltihabı bəzən daşlı, bəzən daşsız xolestitlə, mədə-altı vəz xəstəliklərlə müştərək olaraq qarşımıza çıxır və nəticədə artıq bəzən terapevt, bəzən cərrah, bəzən hepatoloqun özü belə ciddi şəkildə duruma qarışmış ola bilir. Bu yüzdən bu cür xəstəliklərin kompleks yanaşılması daha önəmlidir. Bəli, daha önəmlidir və təbii ki, əslində hər bir xəstəliyin köklü surətdə sağalmasında mütəxəssis baxışı fərqlidir. Həm də özünə güvənən doktor hər zaman öz fikrini başqa doktorlarla paylaşmaqda heç bir zaman onu belə dedə acizyanə durumda özünü hesab etmir. Çox təsvir olsun ki, bəzi ego və təkəbbürlük bizi müqayisəli diaqnostikadan da kənar qoyur. Amma təbii ki, burada əgər bu haqda danışan dəyərli mütəxəssislər varsa, demək ki, bu bizlərə xas olan xüsusiyyət deyil. Əslində, bugün bayram günüdür. Heç xəstəlikdən danışmaq istəməzdik, amma bayram süfrəsində əyləşməyin özü belə və bayramı gözəl, sağlam ruhda keçirmək belə yenə də bizim sağlam, belə deyək də, ruhumuzdan keçir və əgər tibbi və bioloji cəhətdən sağlamlığımızı qoruya biliriksə, həyatımızı istədiyimiz fonda dəyişib ona istədiyimiz rəngləri qata bilirik. Ona görə də hər birimiz sağlam canımızın qədrini və onun qiymətini, dəyərini ilkin
ilkin mərhələdə gedən dəyişikliklər anında bilməyə başlayaq. Hər zaman deyilir, düzgün diaqnoz, dəqiq müalicənin və effektiv nəticənin sonudur. Hər birinizə bugün bizimlə bərabər bu bayram günündə iştirak etdiyinizə görə xüsusi təşəkkür edirik, dəvətimizi qəbul etdiyinizə görə. Bu günlük efirimiz yekunlaşdı və hər birimizə sağlam can, sağlam ruh və sağlam düşüncə arzulayırıq. Bugünlük bu qədər, sağlamat qalın.